160 illik Tatar müsəlman məzarlığı. Bu məzarlıq Lipka tatarlarının ötürü açılıb. Bilirsiniz ki, Lipka tatarları Belarusiyada, Litvada və Polşada yaşayan türk xalqıdır. 600-700 ildir bu regionda yaşayırlar və istər-istəməz bu regionda qurulan dövlətlər üçün çox böyük rol oynayıblar. Və onların da şərəfinə açılan bu məzarlıq 1867-ci ildə salınıb, bura qoyulub və yanında da Tatar küçəsi var. Və bu məzarların hər biri çox qədimdir, amma təəssüf ki, Almaniyanın Polşa işğalı dövründə polyaklar azadlıq hərəkatına başlayan, yəni Varşava üsyanı baş verəndə 1944-cü ildə burada da müharibə gedib və qəbirlər hələsi bir səngər olub, həm polyaklar, həm almanlar üçün. Çox qədim qəbirlər dağılıb. Əlavə etmək gərəkdir ki, bu gördüyünüz qəbir daşlarının əksəriyyətində ərəb əlifbasında yazılar, həm polyakça yazılar, həm də mənsub olduğu ailənin tamğası var. Bilirsiniz, türklərə tamğa çox önəmlidir. Yəni mənsub olduğu boyun, nəslin, tayfanın emblemi idi, bir növ bayrağı idi, göstəricisi idi ki, bu məzarlarda da bəzilərində rast gəlinir. Çünki bayaq söylədiyim kimi Varşava üsyanında çoxu dağıdılıb. Eyni zamanda Polşa tarixində çox önəmli rol oynayan bir çox türk hüquqşünas, kriminalistika janrında yazan şəxslər, imamlar, həmçinin hərbiçilər burada bastırılıb. Bu məzarlıq təkcə tatarlar üçün deyil, bütün müsəlmanlar üçündür, bütün müsəlman xalqlar üçündür. Tatarlar kimi türk və müsəlman olan Vəli bəy Yadigar da, yəni Azərbaycanlı hərbiçi də burada dəfn edilmişdir. Eyni zamanda burada Fələstindən olan da, Türkiyə türklərindən olan da var. Yəni beləliklə bu məzarlıq bütün müsəlman aləminin Varşavada birləşdiyi nöqtədir.